Salam, hər vaxtınız xeyir olsun. Uzun müddətdən sonra yenidən bugün sizlərlə bir araya gəldim. Bugün sizlərlə şirin çörək resepti ilə gəlmişəm. Şəkər parə də deyirlər. Gəlin birlikdə hazırlayaq. İlk öncə 3 ədəd yumurta götürürəm. Onun birinin sarısını üzəri üçün saxlayacağam. Yəni bildiyiniz 2 yumurtanın sarısı, birinin isə ağını əlavə edirəm. İki ədəd dolu, 2 ədəd 2 stəkan 200 mq-lıq stəkandan şəkər tozu əlavə edirəm. Açıqlama bölməsində tam dəqiq yazacağam bütün resepti. 1 ədəd vanil, 1 ədəd qabartma tozu əlavə edirik və çay qaşığının ucunda sarı kök əlavə edirik ki, xəmirimizin rəngi biraz çönsün. Ondan sonra bu cür çırpıcı vasitəsilə bütün məhsulları qarışdırırıq yaxşı-yaxşı. Və üzərinə 1 stəkan əridilmiş kərə yağı, margarin də ola bilər. Qarışdırırıq bütün məhsulları yenidən. 4 və ya 5 xörək qaşığı ilıq su əlavə edirik bütün məhsulların üzərinə və yenidən çırpıcı vasitəsilə qarışdırırıq. Ən sonda apardığı qədər un əlavə edirik. Yəni unun miqdarını ona görə demirəm ki, indi sonda göstərəcəm. Ələ yapışmayan yumşaq xəmir olmalıdır. Onun üçün unun markasından asılı olaraq dəyişə bilər. Bu cür göstərirəm. Əgər xəmir ələ yapışmırsa, ancaq bərk də eləməyin. O zaman kurabiyələriniz bərk alınacaqdır. Artıq hazırdır. Yağlı kağız sərilmiş soba listinə bu cür dairələr formasında edib düzürük soba qabına. Bu arada artıq siz sobanızı yandırın, 180 dərəcəyə qoyun ki, isti qalsın və barmağımız vasitəsilə çox bərk olmadan azca oyuqlar açırıq. Çünki yumurta sarısı götürmüşdüm öncədən. Onları baxın bu formada ortasına əlavə etdim həmin basıqlar yerinə və budur nəticə. Çox yumuşaq, dadlı. İnanın ki 40 ədəd çıxdı və həmin günü axşama qədər bitdi. Səhərsi gün mən yenidən bişirməli oldum. Hazırlayın, nuş olsun.